Salam dostlar, mən doğma diyar Naxçıvandayam. Burada Naxçıvanda Savadabad kimi tanınan məşhur Xətai məhəlləsidir. Xətai məhəlləsi çox geniş bir məhəllədir, çox böyük bir məhəllədir. Ucu, bucağı yoxdur. Sadəcə Xətai məhəlləsinin bir hissəsini çəkib sizə göstərirəm. Belə gördüyünüz kimi Xətai məhəlləsi ucsuz, bucaqsız bir məhəllədir. Ucu, bucağı yoxdur. Bir videoda hər tərəfini çəkib göstərmək olmaz. Naxçıvan ən qədim məhəllələrindəndir. Sovet dövründə adı Savadabad gedirdi, hətta Savadabad kəndi gedirdi. Müstəqillik dövründən sonra bura məhəllə adını aldı və Xətai məhəlləsi oldu. Dostlar, bu gördüyünüz böyük bina Naxçıvan şəhərində Dionistika mərkəzidir. Naxçıvan Dionistika mərkəzi. Bu gördüyünüz binaların yerləşdiyi məhəllənin rəsmi adını bilmirəm, amma el arasında bura Şümşes deyirlər. Bayaq söylədiyim Şümşes məhəlləsinə gəlmişəm. Burada Şümşes məhəlləsinin içərisi. Demək, el arasında Şümşes məhəlləsi kimi tanınan bu məhəllənin əsl adı, rəsmi adı burada yazıb Əziz Əliyev məhəlləsidir. Əziz Əliyev küçəsi. Dostlar, bura Naxçıvanımızın məşhur bayraq meydanıdır. İnşallah bayraq meydanına qalxacam. Bayraq meydanı girişində belə bir abidə var. Ana şəkillidir və müxtəlif tarixlər göstərilir. 1905, 1907, 18, 20, 1948, 1994. Yəqin ki, bu abidə Azərbaycanlılara qarşı edilən soyqırımları göstərir. Ana simvoluyla. Abidənin başqa bir tərəfində də 20 yanvar faciəsi göstərilir. Digər tərəfində isə Xocalı soyqırımı göstərilir. Bayraq meydanında belə maraqlı bir güşə var. Qlobus qoyulub, üstündə də göyərçin var. Yəni bu deməkdir ki, dünya xalqları sülh içində yaşamalıdırlar. Müharibə olmamalıdır və s. Çünki göyərçin sülhün simvoludur. Bu da Azərbaycanın üç rəngli şanlı bayrağı. Artıq üç rəngli şanlı bayrağımızın yanındayam. Və burada bayraq müzeyi də var. İnşallah açıq olsa bayraq müzeyinə girib görəcəm. Dostlar, bayraq müzeyi açıqdır. Allah qoysa içərisinə girəcəm indi. Dostlar, bayraq müzeyinə girdim və bayraq müzeyi çox maraqlı idi. Bayraq meydanından Naxçıvanımızın belə bir gözəl mənzərəsi var. Bir tərəfdə Araz çayı. Bir tərəfdə Haçadağ. Digər tərəfdə müasir Naxçıvan şəhəri. Təbiətlə müasirliyin qovuşması, birləşməsi.